Hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün mən sizlərə Howard Gardnerin çoxnövlü intellekt nəzəriyyəsi haqqında izahat verəcəm. Mövzuya keçid etməmişdən öncə sizlərdən kiçik bir ricam var ki, videomuzu bəyəndiyiniz təqdirdə bəyənmə butonuna basmağı və yaxınlarınızla paylaşmağı unutmayın. Keçək mövzumuza. Deməli, Howard Gardnerin çoxnövlü intellekt nəzəriyyəsi ümumiyyətlə desək, ilk intellekt testləri fərqli qabiliyyətli uşaqları fərqli siniflərə və məktəblərə təyin etmək məqsədi ilə 1904-cü ildə hazırlanmışdı. İntellekt yalnız öyrənmə qabiliyyəti deyil, həm də insanlarla ünsiyyət qurma bacarığıdır. Bunların hər ikisi intellektin inkişafı üçün mütləqdir. Və 1904-cü ildə hazırlanmış bu testlərdə əsas məqsəd intellektin səviyyəsinin ölçülməsi idi. İntellekt testləri uşağın biliyini müəyyənləşdirməklə yanaşı, müəyyən qabiliyyətləri formalaşdırılmasına da imkan verirdi. İntellekt hər bir insan üçün fərdi xarakter daşıyır. Howard Gardner tərəfindən 1983-cü ildə intellekt modeli olaraq təklif olunan çoxnövlü intellekt nəzəriyyəsi fərqli inkişaf sahələrindəki çoxsaylı insanların beyni üzərində uzun illər davam edən araşdırmalara əsasən o zamana qədər mövcud olan intellekt konsepsiyasını təkzib etməyə imkan verdi. Yəni o dövrün fikirləri, düşüncələri tamam fərqli idi və Howard Gardner çoxnövlü intellekt nəzəriyyəsi ilə məhz bu belə deyək də IQ sahəsinə bir yenilik gətirdi. O nəzəriyyəsini insanların yaradıcılıq potensialının öyrənilməsinin bir hissəsi kimi inkişaf etdirdi. Və Howard Gardnerin nəzəriyyəsindəki zəka sadəcə dil bacarığı və yaxud da ki, hansısa bir riyazi biliklərin inkişafından və yaxud da hansısa bir riyazi biliklərdən ibarət deyildi. Bizim asan əldə etdiyimiz bacarıqlar toplusu ki var, yəni qabiliyyətlər, məhz onlar hesab olunur. Gardner idrak qabiliyyətinin geniş prizması olduğunu iddia eləyirdi. Və o bu nəzəriyyəsinə görə düşünürdü ki, zəkanı, yəni bu nəzəriyyə, ümumiyyətlə bu çoxnövlü intellekt nəzəriyyəsi zəkanı ölçmür və bütün insanları müəyyən bir səviyyəyə indirməyə də çalışmırdı. Əsas fikir bir insanda bir neçə müstəqil intellekt növlərinin olmasını sübut etmək idi və insanın bacarıqları onun intellekt növlərinin birləşməsindən asılıdır. Bu nəzəriyyə bir insanın IQ testi ilə ölçülə bilən tək bir intellektə sahib olması inancına ziddir. Yəni ki, bu intellekt IQ testləri ki deyirlər, bununla hər hansısa bir insanın sadəcə bir intellektinin olması ölçülmürdü. Yəni Howard Gardner deyirdi ki, bir insanda bir neçə intellekt növü ola bilər və bu nəzəriyyə bir insanın IQ testi ilə ölçülə bilən tək bir intellektə sahib olması inancına ziddir dedikdə məhz bu nəzərdə tutulurdu. Howard Gardnerə görə öyrənmə prosesində istənilən intellekt növünü inkişaf etdirə bilərsiniz, amma əsas odur ki, burada alət və metodları düzgün seçə biləsiniz. Yəni bu deyirdi ki, Howard Gardner, bir insanda bir neçə intellekti hətta olmasa belə də inkişaf etdirmək olar, mümkündür. Sadəcə müəllim və yaxud tərbiyəçi, ümumiyyətlə pedaqoq, mentor düzgün metodları tətbiq edərək hər hansısa bir intellekti inkişaf etdirə bilər. Yəni bir iş üzərində mütəmadi olaraq bir qabiliyyətin inkişaf etdirilməsi üzərində mütəmadi olaraq işləsək, biz həmin intellekti həmin insanın beynində formalaşdıra bilərik. Bu fikri önə çəkirdi Howard Gardner. İnsanların zəkası digər insanların zəkası ilə müqayisə edildiyi üçün daha ağıllı hesab olunur. Nəzəriyyəyə görə riyazi tapşırıqları yerinə yetirməyi asanlıqla bacaran bir uşaq bu prosesi böyük çətinliklə yerinə yetirə bilən hər hansısa bir uşaqdan daha ağıllı deyil. Misal üçün, deyək ki, bəzi insanlar sanki belə düşünürlər ki, riyazi səviyyəsi, riyazi bilikləri yüksək olan hər hansısa bir uşaq digər uşaqlardan daha yüksəkdir. Əslində isə Howard Gardner deyirdi ki, xeyr, bu belə deyil. Digər insanda ola bilər ki, riyazi bacarıq olmasın, amma tamam fərqli bir bacarıq olsun. Yəni bizim
həyat tərzində, ümumiyyətlə həyatda hər bir sahəyə ehtiyacımız var. Ona görə bütün sahələri fərqli insanlarda inkişaf etdirməyi önə çəkirdi. Garner intellektin növlərini araşdıraraq insanlara malik olduğu bacarıq və istedadları tam əhatə etmək üçün 9 intellekt növünü müəyyən elədi və o qeyd edirdi ki, bütün insanlar fərqli intellektə malikdirlər və heç vaxt uşağa məhdud qabiliyyətlərə sahib olan biri kimi yanaşılmamalıdır. Uşağın təhsili və inkişafına fərdi yanaşmanı təmin etməklə onun bir çox tərəfini və maraqlarını göstərə biləcəyi şəraiti yaratmağımız əsas vacibdir. Və bir insanda deyirdi ki, bir neçə intellekt ola bilər. Sadəcə onlardan bir intellekt növü dominantlıq, yəni əsas təşkil, əsas belə deyək də hesab olunur. Misal üçün, riyazi intellektlə yanaşı dil və söz qabiliyyəti də yüksək ola bilər hər hansısa bir uşağın. Hər bir uşağın intellektinin özünə məxsus cəhətləri var. Misal üçün, ola bilər ki, riyazi bacarığı olan uşağın hər hansısa bir rəqs etmək və yaxud da ki, heykəltaraşlıq da qabiliyyəti ola bilər. Ona görə də yəni sadəcə olaraq bu intellektlər arasında bir insanda sadəcə biri dominantlıq, yəni üstünlük təşkil edir. Və Howard Gardner hər hansı bir intellektin inkişaf dərəcəsinin onun həyatda istifadə tezliyindən asılı olduğunu vurğulayırdı. Yəni bir insan həyatında daha çox hansı istiqamətə, sahəyə meyllənibsə, təbii ki, o sahə, o intellekt növü o insanda inkişaf edəcək. Əslində bütün intellekt növləri bir-biri ilə yaxından əlaqədardır və birinin inkişafı digərlərinin də inkişafına şərait yaradır. Təlim proqramını və uşağın məlumatı qavraması üçün ən inkişaf etmiş üsulları nəzərə alaraq tədris metodlarının seçilməsi vacibdir. Howard Gardner bunu önəmsəyirdi. Və Gardnerin gəlin 9 intellekt növünü nəzərdən keçirək. Bəzi ədəbiyyatlarda bunun daha çox olduğu nəzərə çarpdırılır. Sadəcə bizə ən çox nəzər salmalı olduğumuz 9-u lazımdır. Buna görə də gəlin bir-bir hansılardır bunlara nəzər salaq. Birincisi, verbal lingvistik intellekt növünü ayırd etmişdir. Dil vasitəsilə biliklərin əldə edilməsi, həm yazılı, həm də şifahi nitqdə dil qaydalarından düzgün istifadə etmək, dilin sosial mədəni xırdalıqlarının anlanılması. Sonra o zaman yəni verbal lingvistik intellekti daha yüksək inkişaf etmiş uşaqlarda oxumaq, danışmaq, yazmaq bacarıqları güclü olur. Onlar sözlərlə düşünürlər. Həm də uşaqlıqdan onlar yazmaq, oxumaq vərdişlərinə asanlıqla yiyələnə bilirlər. Böyük bir söz ehtiyatına sahib olurlar. Müzakirə etmək, inandırma yolu ilə hər hansısa bir məsələləri həll etmək, aldıqları informasiyalarla effektiv işləməyi bacarırlar. Tədris metodu kimi bunlarla işləyərkən mətn oxumaq, inşa yazmaq və ya diskussiya aparmaq daha məqsədə uyğundur və bu intellekt növünün təzahürləri olan uşaqlar həm xarici dilləri, həm də yerli dilləri asanlıqla mənimsəyib öyrənə bilirlər. İkinci bir məsələ, ikinci bir intellekt isə məntiqi riyazi intellekti. Burada təsnif etmək, proqnozlaşdırmaq, tənqidi düşünmək, təhlil edərək nəticə çıxarmaq, müxtəlif mövzularda müzakirələr, mühakimə daha doğrusu yürütmək, qanuna uyğunluqlara əsasən məlumatları analiz etmək, konseptual düşünmə, riyazi çalışmaları və kompleks hesablamaları sürətli həll etmə qabiliyyəti məhz bu intellekt növü olan insanlar üçün xarakterikdir. Və bu intellekt növü yaxşı inkişaf etmiş uşaqların maraq dairəsi çox geniş olur. Özlərinə maraqlı olan sualların cavablarını tapana qədər axtarışda olurlar. Belə uşaqlar həyatlarında baş verənləri anlamaq üçün müxtəlif şablonlardan istifadə edirlər. Bunlara düşüncə, vizual, rəng şablonlarını daxil etmək olar. Məntiqi riyazi intellekt növü real həyatdakı konkret şablonlarla başlayır, lakin gördüyümüz bütün şablonlar arasındakı əlaqələri başa düşməyə çalışdıqca get-gedə mücərrətləşir artıq. Əgər hər hansısa bir uşaq məntiqi riyazi intellektə malikdirsə, daha çox konseptual və abstrakt düşünməyə, yəni mücərrəd düşünməyə meyilli olur və digərlərindən belə deyək də, digərlərinin gözdən qaçırdığı məsələləri, şablon və əlaqələri dərhal görməyi bacarır. Səbəb-nəticə əlaqələrini dərhal təyin edə bilirlər, sistemləşdirməyə can atırlar. Onlar təcrübələr aparmağı
tapmacalar və məsələlər həll etməyi, mövcud şəraitdə insanların davranışlarını təhlil etməyi və nəticə çıxarmağı xoşlayırlar. Rəqəmlər və riyazi düsturlarla işləməyi, riyazi əməliyyatlar aparmağı xoşlayırlar. Müxtəlif qrafiklər, statistik məlumatlarla asanlıqla işləyirlər. Eləcə də mürəkkəb məsələləri həll etməyin gətirdiyi o çətinlik ki var, düşünməyi, yəni çox sevirlər. Çətin tapşırıqları icra etməyi çox sevirlər. Və belə uşaqlar elmi muzeylərə səyahət etməyi də çox sevirlər. Planetarium məsələlərində çox sevirlər və həm də hər bir hərəkət və düşüncələrini həmişə məntiqlə əsaslandırmağı, yəni hər şeyin niyyəsini izah etməyi bacarırlar. Planetlərlə bayaq da qeyd etdim, kosmik cihazlarla mı deyim, kosmik hadisələrlə, yəni çox maraqlanırlar. Bundan əlavə, deməli bizdə üçüncü bir məsələ gəlir, məkan vizual intellektli uşaqların görək xarakteristikası necədir? Məkan vizual intellekt növlü uşaqlarda obrazlı düşünmə qabiliyyəti çox güclüdür və bu uşaqlar gözlərimizlə gördüyümüz forma, şəkil, model, dizayn və teksturalar vasitəsilə ümumiyyətlə təxəyyülümüzdə canlandıra bildiyimiz bütün şəkillər vasitəsilə əldə olunan bilikləri bunlar icra edə bilirlər. Və bu intellekt növü güclü inkişaf etmiş uşaqlar şəkillər və rəsmlər vasitəsilə düşünməyə meyillidirlər. Rənglərin ahəngliyini hiss edirlər. Obyektlər arasında mövcud olan incə rəngləri, xətləri və münasibətləri, ətrafdakı yəni hər bir halı beyinlərində canlandıra bilirlər. Müxtəlif obyekt, forma, rəng, teksturalar və modelləri çox yaxşı fərqləndirirlər. Vizual məkan intellekti olan uşaqlar yaxşı inkişaf etmiş motor bacarıqlarına sahibdirlər. Onlar quraşdırmağı, maraqlı dizayn, model, rəsm çəkməyi, rəngləməyi, parçalarla, çertyojlarla, rəngli markerlər və gillə işləməyi çox sevirlər. Puzzle'lar quraşdırmaqdan, xəritədən istifadə etməkdən, labirint oyunlarından zövq alırlar. Ümumiyyətlə, məkan anlayışı inkişaf etmiş olur bu uşaqlarda və hər bir xırda detalı, müxtəlif məkanlarda olan xırda detalları yadda saxlayırlar. Cədvəlləri asanlıqla, rahatlıqla oxuyub və diaqramları anlayırlar. Şuurlarında təsəvvür etdikləri real yaradılmış obyektlərə və məhsullara köçürə bilirlər. Yəni, beyinlərində ilk öncə bir planı cızırlar, nə isə icra edirlər, daha sonra onu artıq reallaşdırırlar. İncəsənət əsərləridir, legolardır, videolar, cizgi filmləri, slaydlar, xəyali oyunlardır, labirintlər, puzzle, şəkilli kitablar və bunlar isə incəsənət muzeylərinə səyahət etməyi sevirlər. Məntiqi riyazi intellektlə sahib olanlar elmi muzeyləri getməyi sevirlər. Amma məkan vizual intellektli uşaqlar isə incəsənət muzeylərinə getməyi sevirlər. Daha sonra bizdə dördüncü intellekt növü bədən kinestetik intellekti gəlir və bu növ intellektin güclü inkişaf etdiyi uşaqlar üçün əsas özünü ifadə aləti onların bədənləridir. Və burada hərəkətlər, müxtəlif mimikalar vasitəsilə onlar emosiyalarını və fikirlərini rahat ifadə edə bilirlər. Misal üçün, biz tez-tez edərək öyrənmək haqqında danışırıq, nə isə praktik cəhətdən icra edərək öyrənmək. Bədən kinestetik intellektli uşaqlar da fiziki hərəkət vasitəsilə inkişaf edirlər. Burada bir məsələ var ki, belə intellektə sahib olan uşaqlarda zehin və bədənin yüksək koordinasiyası bədən kinestetik intellektli insanlara məhz xasdır. Yəni, burada həm zehnin, həm də bədənin birlikdə koordinasiyası, yəni fəaliyyəti balanslaşdırılması vacibdir və mümkündür. Bədən kinestetik intellekti olan uşaqlar dünyanı, ətraf mühiti toxunuşla öyrənirlər, bədənlərini yaxşı nəzarət edirlər, hərəkət və jestlər vasitəsilə duyğularını çatdıra bilirlər. Yüksək fiziki fəaliyyət, aydın koordinasiya, çeviklik, toxunma, yaddaşa, bu kimi yaddaşlara malik olurlar. Qaçmaq, tullanmaq, tarazlıq, elastiklik, bədənlərini mükəmməl hiss etmək, hərəkətləri idarə etmək, rəqs etmək, cisimləri idarə etmək qabiliyyətləri yaxşı inkişaf edir bu uşaqlarda və ustalıq etməyi, əlləri ilə yaratmağı xoşlayırlar. Uzun müddət bir yerdə hərəkətsiz qala bilmirlər belə uşaqlar. Və tamaşalar, hərəkətlər, quraşdırma üçün vəsaitlər, idman və fiziki oyunlar, həyata keçirilən təcrübələr, praktik biliklər və s. belə uşaqlar üçün xarakterikdir.
ən çox da onlar hoppanmaq, quraşdırmaq, jestlər, toxunmaq bu kimi bacarıqlara sahib olurlar və somatik duyğularla, bədən duyğuları ilə bu uşaqlar daha çox fəaliyyət göstərirlər. Misal üçün deyək ki, bir aktyordur, daha sonra rəqqas, misal üçün məhz bu kimi keyfiyyətlərə daha doğrusu bu kimi sənət sahiblərində məhz bədən kinestetik intellektə sahib olan insanlardır. 5-ci intellekt növümüz isə gəlir musiqi, ritmik intellekt. Bu intellekt növü güclü inkişaf etmiş uşaqlarda musiqi, ritm və səsi duyma və qiymətləndirmə qabiliyyəti güclü olur. Bu intellekt səs və vibrasiya vasitəsilə yaranan bacarıqdır və musiqi əsərlərini elementlərə ayıra və əsərdə səslənən bütün alətləri seçə bilirlər. Musiqi ritmik intellektin yaxşı inkişaf etdiyi şagirdlər səsləri mükəmməl qəbul edir və ona emosional reaksiya verirlər. Ətraf mühitdə və təbiətdə rast gəlinən səslərə qarşı çox həssas olurlar. 6-cı intellekt növümüz şəxslərarası intellektdir və bu intellekt növünə ətrafdakı insanların əhval-ruhiyyəsini, maraqlarını, hisslərini hiss etmək qabiliyyəti aiddir. Belə uşaqlar yeni bilikləri asanlıqla ünsiyyət vasitəsilə alırlar. Yəni belə deyək də, toplum içərisində kollektiv şəkildə danışaraq öyrənməyi sevirlər. Bu cür uşaqlar öz üz ifadələrini, səs tembrlərini, səs tonunu, jestləri incəliyinə qədər hiss edirlər. Həmçinin də məhz həmin o siqnallara qarşı həssas olurlar. Yəni səs tembridir, səs tonudur, jestlərin incəliklərinə qarşı həssas olurlar, dərhal dərk edirlər və həm söhbətinə dərhal reaksiya verir, kömək etməyə çalışır. Şəxslərarası intellekt həm verbal, yəni sözlərlə, həm də qeyri-verbal, yəni sözsüz, şifahi olmayan ünsiyyət bacarıqlarını əhatə edir. Yəni burada həm jestlər, mimikalar, həm də sözlər önəmlidir. Bunu demək istəyir. Şəxslərarası intellektin yaxşı inkişaf etdiyi uşaqlar birgə oyunlarda özlərini böyük kimi hiss edirlər. Tez-tez təşəbbüskar rollarda çıxış edirlər. Münaqişələri tez-tez həll edə bilirlər. Mövcud münaqişələri həll edə bilirlər və düzəldə bilirlər. Danışıqlar aparmağı, başqalarını idarə etməyi, hədəflərinə tez çatmağı və qarşılarına qoyduqları məqsədə çatmağı və qarşılarındakı insanı da motivasiya etməyi bacarırlar. Şəxslərarası intellekt insanların ruh halını, istəklərini təyin etmək qabiliyyətini, yəni insanların ruh halını və istəklərini təyin etmək qabiliyyəti var bu uşaqlarda və şəxslərarası intellekt insanları belə deyək də qrupla və həmin uşaqlarla qrupla və cütlərlə iş onlar üçün öyrənməyin ən yaxşı yoludur. 7-ci intellekt növümüz isə şəxs daxili, başqa sözlə fərd daxili də adlanır. Burada uşaq daha çox tək işləməyi, öz daxili dünyasına qapılmağı, daxili hisslərini, dəyərləri, inancları və düşünmə proseslərini anlamaq və onları aydın şəkildə hiss etmək qabiliyyətinə malik olurlar və güclü inkişaf etmiş bu tip intellekt, güclü inkişaf etmiş uşaqlar öz üstün və mənfi cəhətlərini tanıyırlar. Əhval-ruhiyyələrini, emosiyalarını, istəklərini obyektiv şəkildə qiymətləndirə bilirlər. Eyni zamanda da onlar özünü nizamlama və özünü qiymətləndirmə qabiliyyəti ilə seçilirlər və bu intellekt növünün mərkəzində özünə kənardan baxa bilmək və öz həyatı barədə düşünə bilmək bacarığı, imkanı məhz mövcuddur belə intellekt növü inkişaf etmiş uşaqlarda və bu intellekt növü güclü inkişaf etmiş uşaqlar tək işləməyi sevirlər və bu xüsusiyyət bəzən onları insanlarla ünsiyyətdən kənarlaşdırır. Yəni onlar təkliyə meyilli insanlardır. 8-ci intellekt növümüz isə naturalist intellekt növüdür. Ətraf mühitlə belə uşaqların əlaqəsi zəngin olur. Ekskursiya, təbiətlə əlaqə, bağda işləmək, gəzinti etmək bunların yəni sevdiyi işlərdir. Təbiətə, milli parklara, belə deyək də, heyvanların izlərinin müşahidə olunmasını bu uşaqlar sevirlər və eyni zamanda təbiət deyəndə burada təkcə bitkilər aləmi yox, həm flora, həm də fauna növlərinin həm tanınması, təsnif edilməsi, sevilməsi məhz bu məsələyə aiddir. Bu intellekt növünün güclü inkişaf etdiyi uşaqlar təbiəti sevirlər hədsiz dərəcədə, təbiəti daha yaxından hiss edirlər və heyvansevərliyin özü də məhz naturalist intellekt növünə sahib olan uşaqlara aiddir.
və onlar təbiətdən böyük zövq alırlar. Təbiətdə öyrənirlər daha çox biliklərini və belə uşaqlar yürüşə getməyi, dağlara çıxmağı, bağda işləməyi xoşlayırlar. Ümumiyyətlə uşaqlıqdan ekologiya, heyvanlar və bitkilər aləmi ilə maraqlanırlar və təlim prosesinin qapalı şəkildə keçirilməsi belə uşaqlar üçün həqiqətən də cansıxıcı xarakter daşıyır. Mümkün qədər tez-tez bu uşaqları da nəzərə alıb təlim prosesində açıq havada məşğələlərin təşkil olunması vacibdir. 9-cu intellekt növümüz isə eksistensial intellekt adlanır. Məhz bu intellektə sahib olan uşaqlar isə ta erkən yaşlarına fəlsəfi düşünmək qabiliyyətinə malik olurlar və onlar yüksək səviyyəli düşüncələri ilə fərqlənirlər. Hisslərini anlayırlar və öz hisslərini idarə edə bilirlər, sağlam düşünə bilirlər, nəticə çıxara bilirlər. Onlar insanın yaradılışı, varlığı, həyatın mənası, ölümlə bağlı mövzularla maraqlanırlar və dünyanın yaranışı ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. Müzakirələr və mübahisələr aparırlar, başqalarının konsepsiya və fikirlərini araşdırırlar, ilahi elmlər və fəlsəfə ilə dərindən maraqlanırlar, sağlam düşünərək uzunmüddətli planlar qurur və bu planlara da riayət edirlər. Nəticə olaraq onu qeyd eləmək istəyirəm ki, tədris prosesinin ümumiyyətlə keyfiyyətli, mənalı, maraqlı şəkildə təşkil olunması üçün təkcə bu nəzəriyyənin tətbiq edilməsi və yaxud hansısa bir nəzəriyyənin tətbiq edilməsi lazım deyil. Sadəcə olaraq biz burada məsələni necə qurmalıyıq? Yəni təkcə bir nəzəriyyənin belə deyək də nəzərə alınması yox, ümumiyyətlə təlim nəzəriyyələri, öyrətmə strategiyaları və müxtəlif pedaqoji vasitələr bir-biri ilə inteqrasiya olunmuş şəkildə həyata keçirilməlidir. Və Garner deyirdi ki, təlimi planlaşdırarkən müəllim müəyyən nəzəriyyə və yaxud da ki, hər hansısa bir innovasiyanı təkcə birini əsas tutmamalıdır. Uşaqların tələbatına və öz dərk etmə tərzinə uyğun olaraq müəyyən dəyərlər və təlim məqsədlərini adaptasiya olunmuş şəkildə icra etməlidir. Və o deyirdi ki, hər bir mövzunun 9 formada öyrənilməsi məsələsi deyil bu. Sadəcə olaraq o deyirdi ki, hər bir uşağın intellekt növünə uyğun olaraq bir məşğələ prosesində, bir təlim prosesində bir neçə yollardan istifadə etmək lazım. Misal üçün, ola bilər ki, bir uşaq başa düşməsin, artıq biz öz uşaqlarımızı tanıyırıqsa, dərs keçdiyimiz uşaqları, təlim keçdiyimiz uşaqları tanıyırıqsa, onun artıq hansı intellektə sahib olduğunu çoxdan bilmişik və ona görə də hər uşağı öz intellekt növündə, belə deyim də, öyrətmək daha məqsədə uyğundur. Bu qədər. Xoş dinləmələr arzu edirəm. Bəyənməyi və paylaşmağı unutmayın. Hər birinizə uğurlar arzu edirəm. Sağ olun.